إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Muhterem Müslümanlar, Riyadus Salihin, Salihler Bahçesi kitabından Bəb Bəyan Kəsratu Turugil Xayr, xeyir yollarının çoxluğunun bəyanı babını, yəni fəslini davam edirik. Və keçən dərsimizdə bəzi hədisləri götürdük. Və ümumiyyətlə xeyir yollarının çoxluğu qeyd elədik ki, Allah Taala'nın mərhəmətidir, rəhmətidir. Allah Taala xeyir yollarını növbənöv və çox sayda edib ki, hər insan özünə uyğun, ona daha rahat olan əməlləri yerinə yetirsin və savab qazansın. Yəni bu əslində uca Allahın rəhmətidir. Və bugün İnşallah bu babla əlaqəli, bu mövzu ilə əlaqəli yerdə qalan hədisləri tamamlayacağıq inşallah. Birinci hədisimiz Cabir radiyallahu anhudan rivayet olunur. Qala Rasulullah sallallahu aleyhi və səlləm kullu ma'rufin sadaqa. Hər bir yaxşılıq sədəqədir. Qısa bir hədis. Lakin bu qısa hədis sanki bir qaydadır. İnsanın Allah üçün, niyyəti Allah üçün etdiyi hər bir yaxşılıq, istər dillə olsun, istər əməllə olsun, hətta niyyətlə, niyyətində keçirsə belə, bu onun üçün sədəqədir. Və bu hədis bizə nəyi göstərir? Bu hədis bizə göstərir ki, sədəqə sadəcə yalnız malla deyil. Yəni, çünki bəziləri elə başa düşür ki, sədəqə yalnız malla olur, mal dövlətlə, pulla. Xeyr, elə deyil. İnsanın etdiyi hər bir yaxşılıq sədəqə sayılır. Məsələn, sözlə dediyi, adi salam vermək, Esselamu Aleyküm və Rahmetullah və Berekatuhu, kiməsə salam vermək, bu özü sədəqədir. Xoş söz demək sədəqədir. Və həmçinin zikirlər özü sədəqədir. Həmçinin əməllə, kiməsə yardım edirsən, kiməsə dəstək olursan, bu özü də nədir? Sədəqədir. Və bu hədisi Müslim rəvayət edib. Buxari və Müslim rəvayət edib. Növbəti hədisimiz yenə Cabir radiyallahu anhudan rəvayət olunur. Qalə Rasulullah sallallahu aleyhi və səlləm Mə min muslimin yəğrisu qarsən illə kənə mə ukilə minhu ləhu sadəqa və mə suliqa minhu ləhu sadəqa və lə yərzəuhu əhədun illə kənə ləhu sadəqa. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, ağac əkən elə bir müsəlman yoxdur ki, ağacın meyvəsindən yeyildikdə bu onun üçün sədəqə olmasın. Onun meyvəsindən oğranıldıqda fikir verir. Hətta oğranılsa belə, kimsə gəlib onu o bağdan meyvə oğrasa belə, yenə də sahibinə sədəqə yazılır. Onun meyvəsindən oğranıldıqda bu onun üçün sədəqə olmasın. Ha belə kimsə onun meyvəsini azaltdıqda bu onun üçün sədəqə olmasın. Hədisi Müslim rəvayət edir. Müslimin başqa bir rəvayəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, müsəlmanın əkdiyi hər bir ağacdan insan, heyvan və quş yedikcə qiyamət gününə qədər bu onun üçün sədəqə sayılar. Hədisin başqa bir rəvayətində Müslim rəvayət edib, müsəlmanın bastırdığı hər bir ağacdan və əkdiyi hər bir əkindən insan, heyvan və quş yedikcə bu onun üçün sədəqə sayılır. Və bu hədis bizə nəyi təşviq edir? Ağac əkməyə. Bugün dinimiz, İslam dini ağac əkməyə təşviq edir. Və xüsusən də əgər o ağac ki, ondan insanlar faydalanacaqlar.
meyvə ağacı və s. və yaxud meyvə olmasa da, əgər bu ağac kölgə verirsə və yaxud ağacın meyvəsi yoxdur, məsələn, amma hansısa bir quş orada yuva edibsə, fikir verin, buna görə də həmin o ağacı əkənə savab yazılır, sədəqə yazılır. Hətta meyvəsindən quş yesə belə, yerə düşsə, digər heyvanlar belə yesə, həşəratlar yesə belə, fikir verirsiniz, nə cür uca Allah asanlaşdırıb savab qazanmağı. Və bu hədis bizə nəyi göstərir? Göstərir ki, ağac əkməyin fəziləti və həmçində istənilən bir canlı əgər o ağacdan faydalanarsa, bu həmin ağac əkən insan üçün nə olar? Savab olar. Növbəti hədisimiz yenə Müslimdən rəvayət olunur. Üzr istəyirəm, Cabir radiyallahu anhdan rəvayət olunur. An Cabirin radiyallahu anhu qalə: Ərada bənu Səlimə ən yənteqilu qurbəl məscidi. Bənu Səlimə bu ənsarlardan olan bir qəbilədir. Yəni Mədinənin demək, Mədinə şəhərində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem məscidindən uzaqlıqda, yəni müəyyən qədər uzaqlıqda yerləşən bir qəbilədir. Və bu qəbilə bir dəfə qərara gəlir ki, köçsünlər məscidin yanına. Səlimə oğulları məscidin yaxınlığına köçmək istədilər. İstəyirlər köçsünlər məscidin yanına. Yaxşı, nə üçün? Namazlara gedib gəlmək daha rahat olsun. Fəbələğə zəlikə Rasulullah sallallahu aleyhi ve sellem. Fəqalə ləhu. Bu xəbər Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə çatdı və onlara dedi: İnnehu qad bələğani ənəkum turidunə ən tənteqilu qurbəl məscidi. Mənə xəbər çatdı ki, siz məscidin yanına köçmək istəyirsiniz. Fəqalu nə'am ya Rasulullah. Onlar dedilər ki, bəli ey Allahın elçisi. Qad əradnə zəlikə. Yəni biz bunu istəmişik. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara nə deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Bəni Sələmə, ey Bəni Sələmə, diyərakum tuktabu əsərukum. Diyərakum tuktabu əsərukum. Deyir ki, ey Bəni Sələmə oğul qəbiləsi, yəni ey Səlimə oğulları, yurdunuzda qalın ki, addım izləriniz yazılsın. Yurdunuzda qalın ki, addım izləriniz yazılsın. 2 dəfə. Yəni, yerinizdə qalın ki, məscidə gəlib gedərkən addımlarınızın sayının çoxluğundan sizə savab yazılsın. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara nə elədi? Onları daha yaxşı olana, daha yaxşı, daha savab olan bir əmələ yönəltdi. Müslimin digər bir rəvayətində isə belə deyilir: Atdığınız hər addıma görə sizin üçün bir dərəcə vardır. Və fikir verin qardaşlar, bu hədis bizə nəyi göstərir? Bu hədis bizə göstərir məscidə gəlib getməyin savabını. Piyada gəlib getməyin. Məhz piyada. Düzdür, minikdə gəlib getmək də savab qazanır insan. Yəni bu o demək deyil ki, minikdə gəlib getmək savab deyil. Sadəcə, indi inşallah qarşıda bir hədis gələcək. Piyada gəlib getməyin savabı daha çoxdur. Piyada gəlib getməyin savabına çatmır, yəni minikdə gəlib getmək. Və nə qədər uzaq olarsa bir o qədər yaxşıdır. Ona görə də insan gərək, əgər sağlamdırsa, bədəni sağlamdırsa, cavandırsa, gedib gələ bilirsə, bu savabı gərək itirməsin. Növbəti hədisimiz Ubey ibn Kəbdən rəvayət olunur. An Ubey ibn Kəb qalə: Kənə rəculun la a'lamu raculan ab'ada minəl məscidi minhu. Bir kişi var idi, ona nisbətən məsciddən daha uzaqda yaşayan bir kimsə tanımırdım. Yəni o dövrdə məsciddən ən uzaqda yaşayan o idi.
Və kənə lə tuxtiuhu salatun. Buna rəğmən, yəni uzaqda yaşamasına baxmayaraq, o heç vaxt cəmaat namazını buraxmazdı. Fəqilə ləhu, ona deyildi. O qultu ləhu və ya mən dedim ona. Ləv iştərəytə himəran tərkəbuhu fiz-zuluməti və fir-ramdə. Nə üçün bir uzunqulaq almırsan? Həm gecə vaxtı, yəni qaranlıqda gedib gəlməyin üçün, həm də havanın istisində, yəni yayın istisində gedib gəlməyin üçün sənə yardım etsin. Və kişi nə deyir? Mə yəsurruni ənnə mənzili ilə cəmbil məscid. İnni uridu ən yuktəbə li məmşəyə iləl məscidi və rucu'i izə raca'tu ilə əhli. Kişi görün nə deyir? Kişi deyir ki, evimin məscidin yanında olması məni sevindirməz. Yəni, bu mənim üçün o qədər də önəmli deyil. Mən istəyirəm ki, məscidə gedərkən və ailəmin yanına qayıdarkən atdığım hər addıma görə savab yazılsın. Və fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, yəni bu xəbər gedib Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə çatır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, qad cəməallahu ləkə zəlikə kulləh. Ona deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, Allah bunların hamısının savabını sənin üçün cəm etmişdir. Yəni təsdiqləyir onun sözünü. Fikir verin, bayaq qeyd elədiyim kimi, yəni bu hədis bizə göstərir ki, piyada gedib gəlməyin xüsusi savabı var. Və bu savab minikdə olan savab qədər deyil. Baxmayaraq ki, minikdə də savab qazanır insan. Və həmçinin bu nəyi göstərir bu hədis bizə? Qayıdarkən də savab qazanır insan. Yəni tək gedəndə yox, qayıdarkən də. Digər bir rəvayətdə belə deyilir, şübhəsiz ki, sənin üçün umduğun savab vardır. Yəni, başqa bir hədis rəvayətdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona deyir ki, umduğun, yəni arzuladığın, istədiyin. Və bu da nəyi göstərir? İnsan bir əməl etdikdə ummalıdır, yəni savab umaraq bunu etməlidir. Savab umarsa əgər, bəli, Allah Teala ona umduğunu verəcək. Növbəti hədisimiz Abdullah ibn Amr ibn Əl-Aslan rəvayət olunur. Qalə Rasulullah sallallahu aleyhi ve sellem Ərba'unə xaslətən ə'ləhə mənihətul anzi Mə min amilin ya'məlu bi xaslətin minhə rəcəə thəvabihə və tasdiqə məv'udihə illə ədxələhullahu bihəl cənnə. 40 növ yaxşı əməl vardır. Bunların ən üstünü ehtiyaclı olan bir kimsəyə südündən istifadə etsin deyə müvəqqəti olaraq sağmal keçi verməkdir. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildirir ki, 40 növ yaxşı əməl var. Ən yüksəyi hansısa bir kasıb ailəyə bir sağmal keçi verirsən, yəni südü olan keçi verirsən ki, ondan istifadə etsin. Südündən istifadə etsin, sonra qaytarsın. Hər kim savabını Allahdan umaraq və vəd olunanı təsdiq edərək, yəni vəd olunan da nədir? Əcr, həmçinin cənnət. Bu yaxşılıqlardan birini yerinə yetirərsə, Allah bunun sayəsində onu cənnətə daxil edər. Və burada demək, fikir versəz, süd xüsusilə qeyd olunur. Çünki süd həqiqətən də kasıb ailə üçün, yəni elə bir yeyinti, qidadır ki, bütün ailələr hamı ondan istifadə edir. Böyük, kiçik. Və alimlər qeyd edirlər ki, yəni insan hətta malqarası, keçisi olmasa belə bu savaba nail ola bilər. Necə? Dükandan hazır südü alıb verməklə. Yəni bu şərt deyil ki, sən məhz keçin olsun, verəsən, saxsın. Yox. Alimlər qeyd edirlər ki, əgər insan, məsələn, gedir mağazadan süd alır, 1 litr, 2 litr, aparır hansısa bir kasıb ailəyə verir, bu hədisə əməl etmiş sayılır. Və ya hansısa bir dükana pul verir, deyir ki, hər gün mənim adımdan 2 litr süd, hansısa bir kasıb, indi o mağaza sahibləri bilirlər kimdir kasıb. O kasıba verir. Yəni bunu etsə, bu hədisə yerinə yetirmiş olur. Çünki, qardaşlar, ümumiyyətlə, hansısa bir hədis oxuyuruqsa, çalışaq onu əməl edək.
Çalışaq ona əməl edək ki, bu hədisi edənlərdən, yəni elmə əməl etmiş sayılaq. Necə ki, İmam Əhməd bir dəfə eşidir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisini eşidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hicama etdi və hicama edənə bir dirhəm verdi. Və neyniyir? Gedir o əməl edir onu. Gedir hicama etdirir və bir dirhəm verir və deyir ki, bunu belə etdim ki, bu əməli əməl edin. Bu hədisə əməl edin. Və ona görə də qeyd edədiyim kimi, yəni bu savab əmələ şərt deyil ki, malqaran olsun və yaxud keçin olsun, süd alıb verməklə də nail olmaq olur. Və bu da nəyi göstərir? Savab əməllərin çoxluğuna və həmçində insan gərək heç bir savab əməli kiçik görməsin. Növbəti hədisimiz Adi ibn Hatimdən rəvayət olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, İttəqun nara vələv bi şiqqi təmratin. Xurmanın yarısı qədər olsa belə, yarım xurma olsa belə, sədəqə etməklə özünüzü cəhənnəm odundan qoruyun. Fikir verin, qardaşlar. Yəni, məsələn, bir insan, əgər ona bir xurma versən, desən ki, gələ bunu, götür bunu, apar, sədəqə ver, neyniyər? Deyər ki, bir xurma ilə mən nə sədəqə verə bilərəm? Halbuki, yarısını da versə belə, savab qazanır. Yəni, özünü cəhənnəmdən qorumuş olar. İttəqun nəra. Burada ittəqa, yəni qorunun. Və bu da nəyi göstərir? Yenə də bizə göstərir ki, əməlin kiçikliyinə fikir verməyin. Edin. Ola bilər səni bu əməl məhz cəhənnəm odundan qoruyar. Sən bilmərsən. Çünki insan bütün etdiyi savab əməllərdə niyyəti eyni olmur, ixlası eyni olmur. Birini ixlasla edir, biri ixlassız edir. Bəzən riya gəlib girə bilər. Bəzən böyük bir əməl eləyər, riya ola bilər. Lakin ola bilər kiçik bir əməl etsin və onu o qədər ixlasla etsin ki, Allah onu qəbul etsin və o əməlinə görə insan Allahın qəzəbini söndürmüş olsun və yaxud cənnəti qazanmış olsun. Hədisin başqa bir rəvayətində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurur: Rəbbiniz sizin hər birinizlə aranızda heç bir tərcüməçi olmadan danışacaq. Yəni qiyamət günü. O zaman insan sağına baxacaq və qabaqcadan özü üçün hazırladığı əməllərdən başqa heç bir şey görməyəcək. Ha belə soluna baxacaq və yenə qabaqcadan özü üçün hazırladığı əməllərdən başqa heç bir şey görməyəcək. Sonra önünə baxacaq və qarşısında cəhənnəmdən başqa bir şey görməyəcək. Elə isə yarım xurma da olsa sədəqə verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bunu da tapmayan adam gözəl bir sözlə özünü cəhənnəmdən qorusun. Yəni, bu hədisin Müslimdə olan rəvayətidir. Növbəti hədisimiz Ənəs radiyallahu anhudan rəvayət olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, İnnəllaha la yarda anil abdi an ya'kulal aklata feyahmadahu alayha aw yashraba şerbata feyahmadahu alayha. Hədisi Müslim rəvayət edir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: Şübhəsiz ki, Allah bir kimsənin yemək yedikdən yaxud bir şey içdikdən sonra ona həmd etməsindən razı qalar. Yəni, bu hədis nəyi göstərir bizə? İnsan neymətə görə nə etməlidir? Allaha həmd etməlidir və bu da savab əməllərdəndir. Sonuncu hədisimiz, bu mövzu ilə, bu babla əlaqəli sonuncu hədisimiz Əbu Musa Əl-Əş'əridən rəvayət olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Alə kulli muslimin sadaqatun. Hər bir müsəlmanın üzərinə sədəqə vermək vacibdir. Yəni, hər bir müsəlman sədəqə verməlidir. Qalə, sahabələr dedilər, Ərəəytə illəm yəcid. Sədəqə verməyə bir şey tapmasa necə? Sual verirlər Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Dedi ki, Ya'məlu biyədeyhi fəyənfə'u nəfsəhu və yətəsaddaq. Belə olanda öz əlləri ilə işləyib qazansın və bu qazancından həm özü faydalansın, həm də sədəqə versin. Sahabələr yenə soruşdular.
Ərəeytə in ləm yəstəti' Bunu bacarmasa necə? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur. Yu'inu zəl həcətil məlhuf Sıxıntıya düşmüş ehtiyac sahibinə kömək etsin. Yəni bunu da bacarmasa kömək etsin. Kömək burada yəni maddi yox, başqa cür kömək yardım etsin. Qalə ərəeytə in ləm yəstəti' Əgər bunu da bacarmasa qal yə'muru bil ma'rufi avil xeyri Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, yaxşı işləri yaxud xeyirli işləri əmr etsin. Yəni yaxşılığı əmr edib pislikdən çəkindirsin. Yəni maddi cəhətdən əgər verməyə imkanı yoxdursa, o zaman insanlara xeyir işlər buyursun. Və sahabələr yenə soruşdular. Ərəeytə in ləm yəf'al Əgər bunu da edə bilməsə, necə? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, yumsiku aniş-şerri fə innəhə sadəqa Şər əməllərdən çəkinsin, çünki bu da onun üçün sədəqədir. Kimə sədəqədir? Özünə. Çünki insan şər əməllər etdikdə bunun ziyanı kimə dəyir? Özünə dəyir. Özünü cəhənnəm oduna atmış olur. Əgər günah işlər görsə və yaxud hansısa bir demək, haram əməl etsə. Əgər insan bu əməllərdən əməllər etməsə, özü özünə sədəqə vermiş sayılır. Və bu hədis sonuncu hədisdir. Yəni bu mövzuda olan, bu babda olan xeyir əməllərin çoxluğu babında sonuncu əmrdir. Sonuncu hədisdir. Fikir versək qardaşlar, bu hədisin oxşarı əvvəldə keçmişdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, səhər açıldıqda hər insanın hər oynağına görə sədəqə vermək ona vacib olur. Xatırlayırsınızsa. Və sonra sayırdı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Demək, yaxşılığı əmr etmək sədəqədir, pislikdən çəkindirmək sədəqədir, xoş söz demək sədəqədir, yoldan bir maniyəni qaldırmaq sədəqədir. Və bunların hamısı nə əvəz edir? 2 rükət duha namazı. Və Ən-Nəvəvi rahiməhullah bu babı oxşar hədislə başladı və oxşar hədislə də qutardı. Və bu da göstərir ki, sədəqə tək, yəni malda deyil, istənilən bir xeyir əməl nədir? Sədəqə sayılır. Və biz xatırlayırıqsa, həmçinin bu babda bizə qeyd olunmuşdu. Sədəqə ilə əlaqəli, yəni Tövbə surəsinin 103-cü ayəsi nazil olanda sahabələrdən eləsi var idi ki, gedib işləyib, qazanırdı ki, sədəqə versin, fikir verin. Yəni kasıb olmasına baxmayaraq, işləyirdi ki, sədəqə versin. Bu qədər qardaşlar, bu babla əlaqəli. Allah bizi eşidib faydalardan etsin, Allah bizi sabit eləsin, Allah bizi öyrəndiyimiz elmə əməl etməyə müvəffəq etsin.